Hamınıza salamlar, sanırım dostlar. Bugün sizlerle birlikte ben Sandbox'ta tüm sevgilerime bakacağım dostlar. İşte görmüş olduğunuz şimdi tüm sevgilerim. Bu arada ben bunları modlarımı sildim ve yeni modlar yükledim. Bu şeydi, bu bazılarını Türk diline çevirdim ve burada Big School adlı bir yer var. Oranı sevdim. Oranı Türkçe'ye çevirip okul yazdım. Dostlar. Neyse. Haydi o zaman video açacağız. İlk sevimiz ağaç adam. Ağaçtan melon. Ağaç melon dostlar. İpsel bağlayayım. Ağaç melon belənciydi. Immortalisi yoxdur bu arada. Bunu mən eləmişəm. Yəni modlu deyil. Belənciydi ağaç melon. Baxın beləncik qoluzadı tərpənir. Neyse. Sıradakı sevimiz ağaç. Görmüş olduğunuz kimi ağac da belənciydi. Ağac melona oxşayır biraz. Neyse. Bu da şey Among Us Apple. Bilmirəm bunu deyəsən başqa kanalımda göstərmişdim. Bu da Among Us Pumpkin. Sıradakı sevimiz isə Baxçı buldu dostlar. Dostlar mən bunu reklam izləyərək şeyləmişəm, almışam. Bakın görmüş oldum. Sıçma ağzı beləncə açılır. Bunun qabağında isə catnap var. Catnap ise Baxçı bu. Catnap da beləncə şeyler. Bir dəqiqə dostlar videonu dayandırım gəlirəm. Bəli dostlar qaldığımız yerdən davam edirik. Beləncə havaları verir və Baxçı bunu öldürür. Aslında Baxçı bu da ölməz. Neyse onu boş verin. Neyse. Among Us Storm yani Among Us Popcorn dostlar. Neyse sıradaki sevimiz ise dövülmüş benim aga be. Ayağı zadını kesibler. Bir dakika dostlar videonu döndürüm görüm. Bəli dostlar, bunun ayağı zadı qopardıblar. Heç bu dövülməyib, bu öldürülüb dostlar. Nədirsə mən dövülmüş melon yazdım. Nəysə. Sıradakı sevimiz xəstəxanadır dostlar. Bunu el yapımından eləmişəm dostlar. Beləncə xəstəxana isə burada yaramaz uşaq var. Görmüş olduğunuz kimi videolarda işlətməyim üçün qoymuşam. Burada hacı getdiysanız bütün doktorlar Mısırdır. Çünki Mısırın xəstəxanası eləmişəm. Nəysə, baxın beləncə iynə götürür. Beləncə yaramaz uşağa vurur. Yaramaz uşaq da əsəbləşir. Videoda gəlir o həkimin şeyini basır. Nəysə, sıradakı sevimiz isə köpçədir. Böyleydi. Kepçədir dostlar. Bu mod deyil ki, bunu özüm eləmişəm. Zaten görmüş olduğunuz kimi. Bir dəqiqə dostlar videonu döndürüm gəlirəm. Bəli dostlar, bu kepçədir. Beləncə təkərləyə işləmişəm. Dostlar bu arada təkərləyə geri gəlib buraya. Beləncə kepçə təkərləyə. Nəysə sıradakı sevimiz isə lavdır. Buna modlarda 10 qəpi verdim. 10 mel coin verdim və bunu aldım beləncə dostlar. Burada alov makinesi zadı var. Bazı dostlar mən elə bildim bu arxa plan zaddır. Ondan sonra girdiyimdə gördüm arxa plan yoxdur. Sevlərə girdim, gördüm oradaymış. Beləncə bu da elə bil ki o da lavda yanır o şey sayəsində, lav silah sayəsində. Nəysə, sonraki sevimiz McDonald's dostlar, McDonald's. McDonald's da beləncədir. Burada bir də şey var. Burger var, burger. Nəysə. Sıradaki sevimiz Mega Melon'du dostlar. Bu bilirsiniz ki başka kanalında benim şeyim idi, skinim idi dostlar. Neyse bu belənciydi. Bunun dostu da var. Benim dostum da var idi beləncə Fabric'in. Diye vurur dostlar. Neyse sıradaki sevimiz Among Us Melon. Bunu deyəsim göstermiştim. Neyse kendi gösterim. Neyse sıradaki sevimiz ise Melon'un marketidir dostlar. Görmüş olduğunuz gibi Melon'un marketi. Dostlar bu arada yaramaz uşaqları videosu gelsin mi? Yorumlara yazın. Melon'un markette belənciydi dostlar. Melon'un görmüş olduğunuz gibi markete. Burada bu əsəbləşir deyir mənim niyə oyuncağım yoxdur. Burada bütün hamısının oyuncağı var. Diye ağlayır. Neyse burada dostlar bombalar var. Ve dostlar bombanın patladığında bütün hamıya virüs yayılır. Burada bu arada paltarlar var idi. Neyse onu boş verək. Burada da sebze meyveli var. Ve burada da kassa var. Burada da alışçısı var. Beləncə dostlar. Bunu atır kassaya atmayın. Baxın görün nə olacaq. Bomba patlayan kimi özü
Bu bombaya o kadar xoşum gəlir. Hələ qaz bombasının, sis bombasına o çox xoşum gəlir dostlar. Nəysə, sıradakı sevimimiz isə məktəbdir dostlar. Məktəb dostlar. İşte oyun kası birazcık. Hə. Oyun kasa bilər bununla. Eybi yox, nəysə. Dostlar, beləncədir bu da. Məktəbdə burada All Star versə mavi takım var. Survivor'dakı kimi nəysə. Burada mən varam dostlar. Bu mənəm. Bu ikisi də yaramaz uşaqlardır. Bu arada fərq etdiysən, oyunda yaramaz uşaqlarla mən eyni sinifdə oxuyuram. Nəysə, burada da Schoolboy-dakı bilməm nə idi o oyunun adı bilmirəm. Nəysə, o uşaqlar var. Bunu da moddan yükləmişəm reklama baxaraq dostlar. Nəysə, burası müdürün otağıdır. Burada basketbol oynayırlar və burada da futbolda da oynayırlar. Amma mən onun yarısını eləyə bilmədim, save eləyə bilmədim. Nəysə, boş verin bunu. Burada da şef var, şef. Burada hər şeyi dondurmuşam, ancaq bir tək insanlar donmayıb. Nəysə, onu boş verək. İndi Rüzgar ajan, yəni mənim ajan halım. Baxın, öyrənciyəm də. Nəysə. Rüzgar evi dostlar, bunun öz evimi eləmişəm Melon Sandbox'da. Necədir? Qara rəngi bu arada xoşlayıram və şey rəngi də, mavi rəngi də. Beləncədir dostlar evimdə. Burada alt tərəfdə kukna var və burada da tualet. Nəysə. Burada da mənim normal halım var. Əlimdə silah tutmuram. Və burada isə uçan adam var, planör adam var. Beləncə də deyə bilərim. Baxın, beləncə uçur. Ay, bir də, oy be. Beləncə qaldı burada. Əlində böyle tabancası var. Wow, dostum, sən bir harikasın. Nəysə dostlar, onu da boş verək. Uçan ev var, uçan ev. Uçan ev çox maraqlıdır, mənim xoşuma gəlir. Bu mən eləmişəm dostlar. Uçan ev beləncədir, bunu mən eləmişəm. Burada şeyler var, əməliyyata ait şeyler var. Burada da evə ait şeyler var mən tərəfdə. Nəysə. Ya, burada beləncə şeylərini çalışdıram. Bu arada PUBG-'nin də var. Çünki PUBG-'nin oyunda mənim dostum oldu. Nəysə, beləncə gedirik. Bu arada PUBG-'nin öldüyü üçün mən də şeylədim, özümə immortalisi halımı qoymadım. Çünki PUBG-'nin öldü. O haqsızlıq olar eləncə. Yaramaz çocuk 2, yaramaz uşaq və burada da yaramaz çocuk beləncədir. Arkadaşlar, yeni serimiz çıxıb dostlar. Yaramaz qızlar. Yaramaz qızlarda yaramaz uşaqlarla birlikdə olacaq. Yəni 4 nəfər videoda çıxacaq. 4 nəfər deməyimin səbəbi çünki hərəsi də 2 qardaşdır. Yaramaz qızın, bu arada heç birisinin immortalisi yoxdur bu yaramaz uşaqlara. Baxın, bunun da immortalisi yoxdur. Bunun da yoxdur. Və yaramaz uşağın da yoxdur. Və yaramaz uşaq normal, bu da yoxdur. Heç birisində yoxdur. Nəysə dostlar, videomuz bu qədərliydi. Umarım bəyənmişsinizdir. Like atıp abunə olmağı unutmayın. Yeni kanalımızı da dəstəkləməyi də unutmayın. Sizi sevirəm. Bye bye.